Salam dostlar, hər vaxtınız xeyir olsun. YouTube kanalıma xoş gəlmisiniz. Mən Əliyeva Nərmin. Bu gün ayın artıq 5-idir. Bloka tam olaraq 20 gün vaxt qalıb və bu 20 gün ərzində biz ən məhsuldar nə edə bilərik deyə düşündüm və bir seriya yaratmaq qərarına gəldim və bu seriyada 2014-cü ildən bəri qəbula düşən sualları müzakirə eləyəcəyik. Düzü mən dünən 2014-ü çəkdim. Amma ki, burada bir məsələ var ki, mənə dedilər ki, bəs 2014-dən bəri yox, sən bugündən keçmişə doğru get. Ona görə də artıq biz 2023-cü ilin yayında bloka düşmüş sualları müzakirə edəcəyik. Ümumiyyətlə ən çox hansı suallar düşür, hansı mövzu düşür, variantları necə atmaq lazımdır, necə düşünmək lazımdır suallara, necə diqqətli olmaq lazımdır. Bu kimi suallara fikir verəcəyik və necə vaxta qənaət etmək lazımdır. Yəni qısası biz ən asan, qısa yolları, toz variantları mən sizə başa salacağam burada. Yəni ki, qulağımızı belə yox, belə qaşıyacağıq, həmişə dediyim kimi. İndi isə gəlin suallara baxaq. Elə başlayaq birinci sualdan, dostlar. Aha. Deyir, hansı cümlədə, qoyun biraz bunu yaxınlaşdırım. Ümid edirəm ki, görürsünüz. Aha. Deyir, həm modal söz, həm də fe'li sifət tərkibi işləm. Deyir, hansı cümlədə həm modal söz, həm də ki, fe'li sifət tərkibi işləm. Dostlar, bu sonradan yığılmış suallarda deyə, burada qırmızı hərflərlə qeyd olunub. Amma ki, sizdə, yəni real imtahan mühitində bu qədər qırmızı ilə vurğulamırlar. Yəni siz qələminizi götürün, orada özünüz qeyd eləyin ki, yəni mən nə axtarıram? Yəni axtardığınız şey gözünüzün qabağında olsun. Modal söz həm də ki, fe'li sifət tərkibidir, təkcə fe'li sifət yox. Məsələn, tərkib nədir? Tutaq ki, qaçan fe'li sifətdirsə, bunun əvvəlində söz olmalıdır ki, tərkib olsun. Əvvəli boş olan tərkib deyil. Məsələn, burada tələsdiyim, dığı, diyi şəkilçisi var. Bu fe'li sifətdir, amma ki, tərkib deyil. Ona görə də mən 2-ni atıram gedir. Görürsüz, maksimum necə vaxt qazanırıq. Nəhayət, həkimlə Həqiqət xanım öz aralarında danışıb məsləhətləşdilər. Mən ümumiyyətlə burada fe'li sifət çəkilçilərini görmürəm. Fe'li sifət çəkilçiləri hansıları idi? Anası, malı, dikəcəkmiş, dikəcəkmiş. Yəni burada hansı çəkilçiləri var? An, ası, əsi, malı, məli, dıq plus mənsubiyyət. Bu 24 cür yazılır bu şəkilçi. Dığı, diyi, dığım, diyim, dıqlarım, diklərim və s. Bir də ki, acaq şəkilçisi və muş şəkilçisidir ki, bunlar fe'li sifətin şəkilçiləridir. Burada mən heç bir şəkilçi görmürəm. Ona görə 3-ü də gedir atıram. Sanki səadətini başqasının bədbəxtliyi üzərində quran adam bu deyildi. Baxın, ən şəkilçisini görürəm. Həm də ki, sanki elə bir güya da modal sözdür. 4. Fədakarlığın nə demək olduğunu soruşsaydılar, bəlkə də mən cavab verə bilməzdim. Fədakarlığın nə demək olduğunu, dığı deyə şəkilçisi də buradadır. 1 və 4. Dostlar, bəzən elə olur ki, bir para şəxslər modal söz deyən kimi, ay müəllim, vergül axtarıram da, xeyr. Blok bu qədər asan deyil. Sən boş-boşuna mı blok hazırlaşırsan? Sanki elə bil güya modal sözlərində ümumiyyətlə vergüldən istifadə olunmur. Qəşəng sual idi. Aha, deyir, təyini ismi birləşmə ilə ifadə olunan cümlə hansıdır? Biz təyin axtaracağıq burada və ismi birləşməni axtaracağıq. Təyinim ismi birləşmə olsun. Azərbaycan şairi Şah İsmayıl Xətai Səfəvi dövlətinin əsasını qoymuşdur. Səfəvilər dövlətinin əsasını qoymuşdur. Mən bunları niyə bitişdirim dostlar? Ümumiyyətlə mətləbdən biraz kənarlaşsaq, əsasını qoymaq bərabərdir. İkisi bir yerdədir. Yəni yaratmaq. Görürsüz, frazoloji birləşmədir. Əsasını sözünə mən nə görürəm? Mənsubiyyət görürəm. Dövlətinin əsası, mənsubiyyət yelik və səbəblər dövləti yelik. Yelik, mənsubiyyət və frazoloji birləşmə olaraq bir-birinə birləşib. Kim? Şah İsmayıl Xətai. Hansı Şah İsmayıl Xətai? Azərbaycan şairi Şah İsmayıl Xətai. Demək, cavabım elə A variantıymış. Ümumiyyətlə, təyinlərimiz söz bölüşməsini ifadə olunur. Məsələn, nə götürə bilərik? Tutaq ki, məktəb direktoru filan kəs mənim dostumdur. Və yaxud da ki, nə bilim, tutaq ki, 5 nömrəli məktəbin müəllimi Nərimin mənim padruqamdır. Məsəl üçün. Ara söz, əgər məişət dili ilə desək. Belə, vurğu artıq qəbuldan çıxıb, ona görə vurğu suallarına baxmayaq. 4-cü suala baxaq. Dediyim kimi dostlar, çalışın ki, videonu dayandırın və cavabları rəylərdə yazın, ondan sonra izahı dinləyin. Ümumiyyətlə, bu videonu yükləyə bilərsiniz. Yolda, yurtda, ya hara gedirsinizsə gedin, dinləyin ki, vaxtınızı boşa keçirməyin. Həqiqətən blok çətindir, buraxılış çətindir. Şübhələr və blok necə düşəcək?
Cümlələr haqqında verilənlərdən biri yanlışdır. Nə qədər çağırdım, cavab ala bilmədim. Çox çağırdım, cavab vermədi. Aha. Deyir, hər iki nümunədə müəyyən şəxsi cümlə, hər iki nümunədə müəyyən şəxsi cümlə işlənmişdir. Müəyyən şəxsi cümlə o deməkdir ki, mübtəda var. Mübtəda var. Mübtəda var. Müəyyən şəxsi cümlə mübtədası olan cümlədir. Nə qədər çağırdım? Mən. Cavab ala bilmədim? Mən. Çox çağırdım? Mən. Cavab vermədi o. Bəli, bunlar müəyyən şəxsi cümlədir. Əgər cümlədə mən, sən, o, biz, sizi bərpa edə bilirsənsə, bu artıq olur müəyyən şəxsi cümlə. Amma onlar bərpa olunursa, ya qeyri-müəyyən şəxsi cümləymiş, ya da ki, ümumi şəxsi cümləymiş. Ona görə də burada deyir ki, A düz götürəcəm. Hər iki cümlədə mübtədalar buraxılmışdı. Təbii ki də, yəni ki, mən çağırdım, mən cavab ala bilmədim, çox çağırdım, o cavab vermədi. Düz deyir bu da. Biri tabil, digəri tabiiz mürəkkəb cümlədir. Vaxt itirməyək dostlar. Bunu düşünmək sizin üçün çətin olacaq. Ona görə də qırağa qoyaq, maksimum məhsuldar olmağa çalışırıq. Quruluşuna görə mürəkkəb cümlələrdir və deyir hər ikisi tabii mürəkkəb cümlədir. Aha, baxaq görək tabili mürəkkəb cümlənin komponentləri nələrdir? Nə qədər çağırdımsa cavab ala bilmədim. Çox çağırdım, lakin cavab vermədi. Dostlar, bunun biri tabildir, bir tabisizdir. Deyin niyə? Maraq soru, deyin niyə? Ona görə ki, elə bil ki, tabil mürəkkəb cümlədə bir natamamlıq olur. Elə bil ki, bax, tabil mürəkkəb cümləni bölürsən. Bir dənə buna fikir verin. Bax, burada vergül vardı. Bu vergülü bölürsən. Və orada bir natamamlıq olur. Elə bil ki, nə qədər çağırdım? Hə. Hə, sonra? Nə qədər çağırdın, nə? Bunun elə bil ki, ardı, elə bil 3 nöqtə ardı var. Amma çox çağırdım. Bunun bir ardı varmı? Çox çağırdım. Hə, çox çağırdım. Bitdi, bu qədər. Yəni, demək bu tabisiz mürəkkəb cümlədir. Tabisizdir. Tabisiz. Amma bu tabilidir. Bu qədər. Ona görə də deyir ki, hər ikisi tabili mürəkkəb cümlədir deyirsə, bu səhvdir. Aydın oldu. Düzdür. Biri tabilidir, biri tabisizdir. Hər ikisi mürəkkəbdir. Amma ki, 4-də hər ikisi tabili mürəkkəb cümlə demək səhv fikirdir. Ümid edirəm ki, aydın oldu. Yəni, mən sizə çalışıram ki, burada çox dərinliyinə girməyim. Harda qısa versiyalar varsa, onları izah edeyim. Fikirlərin hər üçünə uyğun gələn sözü müəyyən eləyək. Köməkçinin diksiyası kimi cümlədə arzu mənasını bildirir. İsim kimi işlənir, köməkçinin diksiyası kimi sadədir. Dostlar, burada mən görürəm ki, əgər arzu deyirsə, köməkçinin diksiyası kimi arzu bildirənlər, yəqin ki, arzu ilə bağlı bir ədədlər var. Kaş, gərək, bar və s. kimi sözlərdir bunlar. Yəni, demək ya A-dır. Hara getdi gələm? Demək ki, ya A-dır. Yox, qızar. Hə. Demək ki, A-dır ya da ki, B-dir. Və deyir ki, isim kimi işlənmək, kaş adında isim bilmirəm. Siz bilirsinizmi? Bu barı sözüdür. Yəni ki, barı. Elə bir ki, biri var, barı çəpər mənasında işlənir. Ona görə də B-ni götürəcəm. Köməkçinin diksiyası kimi sadədir, düz deyir. Cavab olacaq ona görə B variantı. Yəni, barı. Zaten köməkçinin diksiyası sadə olur da, bir də mürəkkəb ola bilər. Buradakı barı da bir dənə sözdən ibarətdir də. Sonra nümunələrlə bağlı uyğun fikirləri müəyyən eləyək. Əski kitabları araşdırıb qocaman bir kitab aldım cümləsində zərfliyin ifadə vasitəsi feili bağlamadır. Aha, deyir ki, əski kitabları araşdırıb qocaman bir kitab aldım. Aldım. Burada kitab sözünü görürsünüz. Oldum, nə oldum, mənim ifadədir. Həmin adamın qulağının demək bir qəşəng bir yağlı bir şillə yeri var. Dostlar, kitabı aldım, onu aldım. Bəs burada mən nədir? Kitab mübtədadırsa mən nədir? Kimi aldım? Mən. Burada mübtəda məndir. Kitab olur, tamamlıq. Nə aldım? Necə kitab aldım? Qocaman təyin. Necə aldım? Əski kitabları araşdıraraq. Deyir ki, zərfliyin ifadə və fiili bağlamadır. Qələt eləyir. Dostlar, əgər ki, bax bu əski kitabları olmasaydı burada, araşdırıb sözü olsaydı, bəli, fiili bağlama şəkilçisidir. Desəydim, araşdırıb qocaman bir kitab aldım desəydim, onda olardı fiili bağlama. Axı dedim ki, əvvəlində söz varsa, o tərkib olur. Bura tərkib yazmalıydılar. Ona görə də bu qələt eləyir, bu səhv fikirdir. Sonra yeyərsən qaz ətini, görərsən ləzzətini cümləsində tamamlıqlar söz birləşməsi ilə ifadə olunub. Baxaq. Əgər ki, baxın, görürsünüz ki, bu atalar sözüdür. Biraz da cümlə kəlləmayallaqdır da.
Qaz ətini yeyərsən, qaz ətini yeyərsən, ləzzətini görərsən. Belə olmalıdır. Xəbər görərsən və yeyərsən. Nəyi? Qaz ətini. Nəyi? Ləzzətini. Və deyir ki, tamamlıqlar söz birləşməsi ilə. Ləzzətini sözü tamamlıqdırmı? Daha doğrusu söz birləşməsidirmi? Tamamlıqdırmı, söz birləşməsi deyil. Ona görə də düzdür, qaz əti sözü söz birləşməsidir, 2 dənə söz var burada. Ləzzət sözü bir dənədir. Ona görə də bu da səhvdir, yanlış fikir yazıb. Demək ki, qabağına yanlış yazmaqla doğru yazıb. Onu təbiət qocaltmışdır cümləsində 3 fərqli intiqsiyası ilə ifadə olunmuş 3 fərqli cümlə üzvü var. Nə gözəl sualdır, nə gözəl. Bax, belə suallarla gəlinir mənə. Köhnə illərin sualları çox bəsitdir. Aha. Qocaltmışdır. Nə? Təbiət. Kimi? Onu. Aha. 3 fərqli cümlə üzvü var. Bəli. Tamamlıq, mübtədə və xəbər var. Amma 3 fərqli intiqsiyası varmı? O əvəzlikdir, düzdür. Təbiət isimdir, düzdür. Qocaltmaq feildir, düzdür. Və qabağına doğru yazıb. Bu da yanlış idi, yanlış yazmışdı. Dünyada istedad hər böyük hünər daima vərdişlə inkişaf edər. Nümunəsində baş üzərdən biri həmcinsdir. İnkişaf edər. Ol et bilgili ayırmayın. Ol et bilgili ayıran dışarısın inşallah. İnkişaf edər. Nə? İstedad. Nə? Hünər. Aha. Harada? Dünyada. Zərflik. Nə? Hər böyük hünər. Nə ilə? Vərdişlə. Nə zaman? Daha bu tamamlıq olacaqdır. Hə. Nə zaman? Daima. Deyir ki, baş üzvlərdən biri həmcinsdir, düz deyirdi. İstedad və hünər həmcinsdir. Mən burada xəbərin həmcinsini görmürəm. Yanlış yazıb, onu səhv yazıb. Dın. Tək əldən səs çıxmaz cümləsində ikinci dərəcəli üzvlərdən təyin və tamamlıq işlənmişdir. Aha. Çıxmaz nə səs, nədən əldən, hansı əldən? Tək əldən. Bu da olacaq təyin. İkinci üzvlərdən deyir ki, təyin və tamamlıq işlənib. Düz deyir. Təyin də var, tamamlıq da var. Ona görə də bunun qabağını yanlış yazıb, amma səhv yazıb. Mən nə axtarırdım bəs? Mən onu axtarırdım ki, birə düzmü götürdük, səhv mi götürdük birə? Bir nə idi? Hə, biri səhv götürmüşdük və biz uyğun fikirləri müəyyən eləyirdik. Bir səhv idi. Uyğun olanlar da 2 səhv idi. 3 və 4 uyğun fikirlər idi. Cavab olacaq demək A variantı. Sonra 7-ci sual. Nümunələrlə bağlı verilmiş fikirlərdən biri doğrudur. Tikinti, inanc, yelləncək, qazanc, daraq. Bu sözlərlə bağlı deyir. Deyir, müxtəlif intiqsiyaya aid sözlərdir. Baxaq, Dostlar, bunun intiqsiyasını görəndə siz nəsə çaşırsınız. Sual verin də. Tikinti nə? İnanc nə? Yelləncək nə? Qazanc nə? Daraq nə? Əşyadır da bunların hamısı demək olar ki. Müxtəlif intiqsiyaya aid sözlərdə xeyir, qələt eləyir. Yəni elə bir şey yoxdur burada. Bütün şəxslər özə xəbər şəkilçiləri qəbul etmir. Düz deyir də dostlar. Məsələn, yelləncək. Şəxs oxuyanımız hansılardır? San, ıqdır, amsınız. Mən yelləncəyəm deyə bilərəm. Yelləncəyəm. Yellənəcəksən. Darağam, daraqsan. Uzaqbaş daraqdır deyə bilərəm. Ona görə də düz deyir də, qəbul eləmir də. Sadə feillərdən düzəlmişdir. Dostlar, sözün hansı intiqsiyasının düzəldiyini, düzəlmək və yaranmaq, düzəlmək və yaranmaq məsələsini görürsənsə əgər şərtdə, neyniyəsən əziz 3-cü qrup, ey imtahan dərdini çəkən şəxs, neyniyəsən? Məsələn, burada deyir ki, sözü tərkibinə görə təhlil eləyirsən. Məsələn, belə olub da. Axırıncı leksik şəkilçinin üstünə əlini qoyursan, bax belə pozursan. Söz bu sözdən yaranıb. Yəni, axırıncı leksik şəkilçi daxil olmaqla tulluyursan, yerdə qalır sözün yarandığı intiqsiyası. Məsələn, yaşıllaşmaq sözünə baxaq. Yaşıl sözün kökü laşmaq. Leksik şəkilçədə burada laş. Bunu tulladım, yerdə qaldı yaşıl sözü. Demək, bu yaşıl sözünə yaranıb. İndi baxaq. Tik, tikinti. Sadə feillə yəni tikmək feilindən yaranıb. İnanmaqdan inanc, inan feilindən yaranıb. Yel, yellə, yellən, yelləncək. Baxın, caqdan əvvələ baxın, yerdə qalır yellən feili. Sadə deyil axı. Ona görə də C səhvdir.
Sonra sualları fərqlidir. Tikinti nə, inanc nə, yerləncək nə, qazanc nə, daraq nə? Yəni eynidir. Mücərrəd isimlərdir. Darağı şükür Allaha görürəm. Sonra bu da A da səhv olmuşdu. Cavab qaldı B variantı. Aha. Səkkizinci suala baxaq.